bərabərdir 27 olan bir hüceyrədə meyozun ikinci bölünməsinin profazasında neçə xromosom, neçə xromatid olar? Sual hüceyrənin bölünməsi meyoz bölünməsinə aiddir. N bərabərdir 27-dirsə, təbiidir 2N bərabərdir 54 olur. Və biz ikinci bölünmənin profazası soruşur bizdən. Ona görə biz ikinci bölünmədən birbaşa yaza bilərik. Ən gözəli bunu yazmaqda izah eləmək üçün belə bir iş görək. 2 hüceyrə yaranır hər bir hüceyrə bölünəndə və sonda meyoz bölünmədə bilirik ki, N bərabərdir 27-dirsə, 27 xromosom yazıram hüceyrə içərisinə. Çölünə yazdığım rəqəmlərdə xromatidlər olsun. Yəni, bilirsiniz ki, bir hüceyrə bölünür, ikisi yaranırdı. Bu yazdığım mərhələ telofaza mərhələsi sonu və əvvəlidir. Bu ikisi telofaza olsun. Və burada da xromosomları göstəririk. Anafazaya bənzəyir. Sadəcə nüvə içərisində olmasına görə seçiləcəkdir. Artıq nüvə formalaşır burada. Xromatid xromosomlar yazdım. Və anafaza da bunun kimi olacaqdır. Arxadan önə getsək daha tez çatarıq deyə. Çünki ikinci bölünmə birinci bölünmədən də yazılıb gəlinə bilər. Çox zamanımızı alar deyə mən bundan istifadə edirəm. Baxın, anafaza mərhələsi də budur. Anafazda yenə içəridə xromosomlar əks qütblərdə, yəni hüceyrənin kənarlarında olurdu. Və 27 yazdım bura. Cəmi 54 eləyəcəkdir. Artıq burada anafaza mərhələsində olan xromosomlar xüsusilə ondan əvvəlki mərhələ metafazadan gəlibdir. Metafazada xromosomlar birlikdə olacaqdır. Birlikdə necə olurdu? 27 xromosom olurdu burada. Amma xromatid sayı 54 olur. Niyə? Çünki buradakı xromosomlar, baxın, burada təsvir edirəm. Bax, buradakı xromosomlar bu qaydada tək xromatidlidir. Amma buradakı xromosomlar isə cüt xromatidli bütöv xromosomlardır. Bilirsiniz ki, bu qaydada. Və metafazadan əvvəldə bilirsiniz ki, profaza mərhələsi gələcəkdir. Profaza mərhələsində də yenə 27 xromosom vardı və 54 dənə xromatid xüsusilə olacaqdır. Deməli, bizdən nəyi soruşurdu? İkinci bölünmənin profazasını soruşur. Neçə xromosom var? 27. Xromosom neçə xromatid vardı? 54 xromatid olacaqdır. Düzgün cavab 27, 54 olacaq.